Salam dəyərli səhifə izləyicilərimiz, hər birinizi salamlayıram. Hovuzlarda porselen seçərkən nələrə diqqət etmək lazımdır, onun barədə danışaq. Birinci növbəli məsələ üst səthi C3 sinifinə cavab verməli. C3 sinifi hovuzlarda porselenlərin üst səthindən su əmiciliyi 0,5-dən aşağı olmalıdır ki, bu gələcəkdə hovuzda hər hansı bir donma prosesi olanda qış zamanı porselenlər su səthinin əmiciliyi alıb içərisində donaraq buradan qopub tökülməsin. İkinci növbəli məsələ R11, yəni sürüşmə zamsamlı olmalıdır. Gələcəkdə hovuzun içərisində gəzərkən ani bir sürüşmə anında yıxılıb boğulma riskinə qarşılıq R11 sürüşmə əmsalına cavab verməlidir. Üçüncü məsələ isə xlora qarşı, yəni gələcəkdə vurulan hovuza xlorlar və digər kimyəvi maddələrə qarşı üst səthi dayanıqlı olmalıdır və həmçinin də günəşin düşmə UV şüalarına qarşı bu üst səthinin lakı və boyası UV şüalarına qarşı dayanıqlı olmalıdır ki, gələcəkdə bu səthləri zədələnib rəngi solmasın.